Qarabağ müharibəsinin qeyri-adi qəhrəmanlarından biri, hələ sağlığında haqqında əfsanələr dolaşan Azərbaycanın milli qəhrəmanı tank komandiri Albert Aqarunovun adı xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. O, doğulub boya-başa çatdığı Azərbaycanı sonsuz məhəbbətlə sevirdi. Və döyüşdə göstərdiyi qəhrəmanlıq nümunələri bunu bir daha sübuta yetirdi. Hələ sağlığında Albertin döyüşçü dostları onu böyük hörmət və ehtiramla Şuşanın əfsanəsi adlandırırdılar. Vətənimin mərd ürəkli övladı, belə övladladır işıqlı sabahı. Vətən uğrunda döyüşdü, tankı düşmənə sürdü, tankların adı da Albert qoyuldu. Vətənimin mərd ürəkli övladı,